Bu sual artıq. İndi siz deyəsiniz ki, niyə bunu qabardırsınız? Məhz o adamların bu cür müxalifət adı ilə 4 dəfə, 5 dəfə dalbada deputat olması Azərbaycanda digər müxalif liderlərin parlamentə düşməsində qarşısında bir əngəl olub və bəhanə də olub ki, onsuz da müxalifət var da orada. Reaksiya TV-nin efirində yayımlanan siyasi reaksiya verilişində qonaq olan Sərdar Cəloğlu Ramiz Mehdiyev işi ətrafında baş verənlərə münasibət bildirib. O, Ramiz Mehdiyev işi ilə bağlı həbs edilən Azərbaycan müxalifətinə də irad tutmaqdan çəkinməyib. Həmçinin əlavə edib ki, Mehdiyevlə əlaqəsi olduğunu iddia edən AXCB üzvlərinin əllərində dəlil varsa, aparıb Dövlət Təhlükəsizlik Xidmətinə təqdim etsinlər. Mən çıxıb bu televizordan bir Azərbaycanda bir kişi çıxıb Ramiz Mehdiyev mən deyiləm deməyib. Ramiz Mehdiyevin 5 il bundan qabaq demişəm ki, sən məni dəvət et, gəl dövləti dağıt, tayfa hətta dediniz ki, deməmişəmsə, deməmisən, Əli Həsənov çıxsın açıqlama versin, o mənə gəlir. İndi mən üzü ağ adamam, mən heç kəsə Əli Mənsumov olsun. Mənim Əli Mənsumov nə, indi Əli Mənsumov mənim nə marağım toxuşa bilər. Mən deyirəm ki, qardaşım, bu adam özü deyir ki, mən Heydər Əliyevdən əlaqə, kimdir Ramiz Mehdiyev, ondan əlaqə yaradan. Mən deyirəm ki, bəli, biz Heydər Əliyevlə əlaqə yaratmışıq da. Mavinlərini deyib, kim əlaqə yaradıbsa. Burada nə var ki? Siz misal olaraq Əli Məsimlini demişsiniz. Yox, mən demişəm ki, Azərbaycan Xalq Cəbhəsindən 5 dənə orada deputat var. Qucaq Həsən Quliyevdir, Razı Nurulladır, Fadıl Mustafadır, Əli Mənsumovdur, bundan da qabaq Mollazadə idi. Demişəm ki, bu adam... İndi də var Mollazadə. İndi də oradadır. Ayşə, demişəm ki, Mollazadə də Əli Kərimlinin yanındaydı. Mən demişəm ki, Əli Kərim deyir ki, mən öz mavinlərin vasitəsilə əlaqə yaratmışım. Mavinləri də çıxsın desin ki, yaratmışıq, yaratmamışıq, kimlə yaratmışıq. Yəni Sərdar bəy, orada bir haqlı məqam var ki, Əli Məsimli onun mavini olmayıb. Mən onu Wikipedia'da oxumuşam, yazıb. Yanlış məlumatdır da, o səhv məlumatdır. Desin, məlumatını düzəltsin də, mən neyim indi? Bəli. Əziz dostlar, dəyərli izləyicilər, qaldı ki, Əli Mənsumov deyə bilərmi ki, bu bilavasitə Ramiz Mehdiyevin rəhbərliyi altında tərtib olunan siyahıda niyə onun 4 dəfə adı var? Hansı siyahıya görə 4 dəfə dalbadal deputat olur? Deyə bilər bunu. Bu sual artıq. İndi siz deyəsiniz ki, niyə bunu qabardırsınız? Məhz o adamların bu cür müxalifət adı ilə 4 dəfə, 5 dəfə dalbada deputat olması Azərbaycanda digər müxalif liderlərin parlamentə düşməsində qarşısında bir əngəl olub və bəhanə də olub ki, onsuz da müxalifət var da orada. Nə o İsa'ya ehtiyac var, nə Sərdar Cəloğlu'na ehtiyac var, nə Etibar Məmmədova ehtiyac var, nə başqa bir partilərdə Tural Abbasiyə ehtiyac var. Bizim orada var da müxalifət. Mən də deyirəm, necə olur sən 4 dəfə dalbadal, yaxşı, özünüz qərar verdiniz ki, bu parlament demək, Azərbaycanda islahatların qabağında dayanan bir parlamentdir. Sonra da dediniz ki, biz seçkidə iştirak eləməyəcəyik. Sonra Ramiz Mehdiyev çağırandan sonra hamı deyir ki, biz iştirak eləyəcəyik. Həmin tərkibdə də getilir durdu. Mən də deyirəm, bunlara izahat gəldim. Bəlkə sizə təzyiq edib Ramiz Mehdiyev qorxudub sizi və yaxud da başqa bir səbəb var. İzah eləyəndə burada nə var ki? Mən də maraqlıyam ki, nəyə görə bu adamlar hakimiyyətin bu qədər diqqətini cəlb edib ki, 4 dəfə müxalifətsən də, biz də müxalifətik, 4 dəfə tutulmuşuq, işgəncələrə məruz qalmışıq, həyatımıza qəsd ediblər, ailəmizə, uşaqlarımıza, sən də müxalifətsən, 4 dəfə dalbada deputat olursan. İndi mən demək istəyirəm ki, bax, biz 2 müxalifət, fərqimiz nədir ki? Mən bunu deyirəm, izah eləyək də. Və bugün Azərbaycan xalqı müxalifəti söyür, təhkiri, bu nə müxalifətdir, neçə ildir bir şey eləyə bilmirik. Budur da, mən izah edirəm, niyə eləyə bilmirik. Kim zadı? Ona görə də heç kəs, özü də ki, mən anlı, açıq, üzü ağ bir adamam. Mən buradan da müraciət edirəm. Kimin mənim Ramiz Mehdiyevdən bağlı hər hansı bir əlaqəm var, onu aparıb Milli Təhlükəsizlik Xidmətinə təqdim eləməsə, o dünyanın ən şərəfsiz biqeyrət adamıdır. Geçsin təqdim eləsin. Mən heç belə üstü örtü, Ramiz Mehdiyev şeydir, qorxdu, nə qorxdu, nə qorxdu. Kimdir Ramiz Mehdiyev? Çox ciddi bir çağırış elədizindi. Çox ciddi bir çağırış elədizindi. Yox, deyirəm də kimdə varsa aparıb təqdim eləmirsə Milli Təhlükəsizlik Xidməti. Dövlət Təhlükəsizlik Xidməti. Dövlət Təhlükəsizlik, o dünyanın ən şərəfsiz adamıdır. Niyə görə mən vətən xainiyəm, niyə mən qalmalıyam azadlıqda?
Əgər səndə belə bir fakt var. Sən deyirsən, yalandan deyirsən ki, mən o kitabı oxumuşam, orada Ramiz Mehdi'yi tərifləyib. O birisi deyir ki, məqalə yazıb. Məqalədə yazıb ki, Ramiz Mehdi Türk oğlu düzdür. Mən yazmışam ki, Ramiz Mehdi burada yazır ki, əsaslı olaraq müdafiə eləmişəm ki, yazır ki, Şah İsmail Xətai Türk oğlu Türkdür. Sən bunu götür, mən yazsan ki, bu Ramiz Mehdi haqqında bu deyil. Kimsə adı nə demir? Bu cürə cəmaatı çaşdırmaq olar, bu cürə yalan məlumat vermək olar. Bax, o kitab stolun üstündədir. Bax, buradan da müraciət edirəm. Kim istəyir gəlsin. O kitabda Ramiz Mehdiyev haqqında bir dənə xoş söz, neytral söz yazmışamsa, mən siyasətdən getməsəm nakişiyəm. Mən orada Ramiz Mehdiyevi elə ittihamlarını irəli sürmüşəm ki, Azərbaycan dövlətinin, cəmiyyətin başına nə oynatıb, daha doğrusu bu 16 illik siyasət. Niyə biz bu günə düşmüşük? Özəlləşdirmədə hansı cinayətləri eləyiblər? Nə bilim, iqtisadi siyasətdə hansı cinayətlərə yol verilib? Hüquqi siyasətdə hansı yanlışlıqlar olub? Nə bilim, dövlət idarəçiliyində nə? Qardaşım, bir oxu, ondan sonra denən ki, burada Ramiz Mehdiyevi müdafiə eləyib ya da Ramiz Mehdiyevi xoş söz deyil. İndi bu cür hər tərəfdə mənə hücum edirlər. Mən də partiyamın üzvlərinə demişəm ki, mənə qarşı olan hücumlara heç cavab verməz. Mən istəmirəm ki, mən mavinlərimi, başqaları kimi bu yersiz intriqalara cavab verim. Mən özüm kifayət qədər hamı cavabını verə bilərəm. Mən Azərbaycanda böyünkü adam deyiləm. 70-ci illərdən bu hərəkat ki var, Azərbaycanda gizli, açıq, üzrə kim olduğu, hardan gəldiyi, nə işi başlayır, kimin əli, kimin cibindədir, kim o vaxt nə eləyib. Bunu əzbər bilirəm. Bildiklərimin 90%-də deməmişəm. 90%? 90%-ni deməmişəm kim kimdir, kimin nə işi var, nə olur. İndi gəlib oturub, mən burada pis bir niyyətlə deməmişəm, Tural Abbaslı istintaqa cəlb olmuş. Demişəm, bax, görsən deyir də, mən onun üzvü olmuşam, aktiv üzvü olmuşam. Getdiyən ki, mən idarə heyətinin üzvü olmamışam, yuxarıda baş verənsə, mən xəbərim yox. Çünki bunların hamısını çağıracaqlar. Əgər bu Milli Şura ilə bağlı Rusiya məsələsi əlaqəsi aşkar olunacaqsa, mütləq hamını çağıracaq. Eldar Namazovu çağıracaqlar, başqalarını çağıracaqlar. Mən burada pis niyyətlə deməmişəm ki, qardaşım, bu dövlət təhlükəsizlik xidməti bizimdir. Bizim dövlət, bu KGB deyil, Rusiyanın agentura şeydir. Biz eşitsək ki, İran burada dövlət çevrilişi eləyir, mütləq xəbər verməli ki, qardaşım, ayaq olunlar dövləti. Çünki bizim məqsədimiz dövləti yaratmaqdır. Kimsə dövlətin altın qazmaq istəyir. Biz deməliyik ya, qardaşım, dövlətin altın qazırlar. Hara baxırsınız? Kimsə adı nə deməkdir? Burada nə var ki, dövlət təhlükəsizlik xidmətinə istintaqa gedib demək ki, qardaşım, mən gəlmişəm, mənim vaxtımda bu şeylər olur, bu şeylərin heç yox. Bunlar elə bilirlər ki, mən indiki Ramiz Mehdiyev dövlət çevrilişi var. Əli Kərimli ilə bağlı yalnız o dövr məhz aydınlaşdırılır. Millətlər İttifaqının əlaqəsi Milli Şura ilə, bir də Demokratik Ziyalılar İttifaqı. Mən bu kontekstdə demişəm ki, Tural getsin orada iştirak edib də desin ki, qardaş, belə şey olmuyor. Biz aşağılarda olmuşuq və yaxud da ümumiyyətlə olmuyor. Elə indi orada bir şey olsaydı bilərdim. Bunu biz kənardan da o vaxtı bildiklərimiz hamısını demişik. Aslan İsmailov da mənə zəng eləyib, deyib ki, mən səndən qabaq İsa Qəmbəri xəbərdarlıq eləmişdim ki, o Milli Şura, bu Rusiya bu siyasətə var Milli Şura ilə bağlı. Burada nə var ki, indi Aslanın mənə zəng edib dediyi sözü burada deyib, bu demək ki, mən Aslan İsmailovun düşməniyəm. Əksinə, mən demək istəyirəm ki, Aslan İsmailov da qeyrətli oğlandır, öz xalqını düşünüb, deyib ki, amanın bir günü də burada bir oyun gedir. Ayıq olun. Burada nə var ki? Mən də İsa Qəmbəri çağırmışam, oturmuşuq, demişim İsa bəy deyib ki, məndə də bəzi şübhələr var və bu söhbətdən bir neçə gün sonra dedi ki, bir bəyanat verəcək, mən gəlsəm prezident Asiya İttifaqına girəcəm, nə bilim, eləyəcəm, nədir, kollektiv təhlükəsizlik müqaviləsi. Onda İsa Qəmbər bəyanat verdi ki, bu bizim qırmızı dizgimizdir. Biz yalnız Avro-Atlantik Assosiasiyanın tərəfləri, Avropa istiqamət. Əgər belə şey olsa, biz buna imkan vermədik. Baxın, bilirsiniz nə dedi Rüstəm İbrahim? Dedi ki, istəmirsən çıxıyor, heç kəs mənim siyasətimə qaça bilməz. Baxın, İsa Qəmbər kimi bir adam var, dedi ki, heç kəs mənim siyasətimə qaça bilməz, istəmirsən çıxıyor. Bu mübahisələr hamısı qəzetlərdə olub. Gizlin kiminsə 2 nəfərin arasında olmayıb ki. Mən sadəcə bundan xatırlatdım. Dedim ki, yəni belə, o vaxt belə oldu. Rüstəm Əvə belə dedi, İsa Qəmbər ona belə cavab verdi. İndi özünüz bilərsiniz, istəməzsiniz, qoyun, nə cür istidad gedir keçsin. Əziz dostlar, dəyərli izləyicilər. Ancaq mən tam deyirəm, mənim heç kəsə qərəzim yoxdur. Bir, ikincisi də kimdə məlumat varsa, xahiş edirəm, Dövlət Təhlükəsizlik Xidmətinə göndərsin. Mən öz dövlətimə qarşı bir iynənin ulduzu boyda dövlətimə qarşı heç vaxt nə
şey eləyər biləm, kəz baxa bilərəm. Nə də dövlətin maraqlarına məni dəvət elədi, çıxdım televizor dedim ki, sən mənə desin ki, dağıt dövləti. Mən də dedim dağıtmayacağam. Dağıtmağı istəmirəm çünki mən dövləti gəncliyimə sərəmişəm, bütün ömrümə sərəmişəm bu dövlətin qurulmasında. İndi xidmətim çox olub, az olub, bu başqa məsələ. Ancaq bütünlükdə öz sənətimdən imtina eləmişəm. Mənim uşaqlarım deyir ki, ata, sənin yadına gəlir, nə vaxtsa bizim əlimizdən tutub bağçaya aparmağı. Gecə saat 4-də gəldi Naxçıvana, rayonuna, kəndlərdə o sərhəd zonalarında işinlə bağlı. Sürəddin mənə deyir ki, baxın, saat 4-də hamı mışır yatır, heç kəsin ağlına gəlmir ki, gecə sərhəddən gələn adamlar da, Ermənistan, Azərbaycan sərhəddən gələn adamlar da var ki, səhərə qədər yatmıyor. Biz belə işləmişik, həyatımızı riskə qoya-qoya. Nə istəyir? Bundan sonra mən bu məsələlərlə bağlı mövqe bildirməyəcəm. Kim necə istəyir, o cürə də öz ağlı ilə getsin, hərəkət eləsin.